Mənim badim deyəs ki, belə qabaqdakılardan mənə də yapışdı, belə dartdı, hamımızı sökədi ağaclığa, dedi sakit durun. Dedi, ya nə oldu da, gedirik də. Biz dedik, gözləyək, səhər sübh tezləndən, hava işıqlananda biz onlara hücum eləyək. Səhər açıldı, gördük başımızın üstündə dron var. Yarı istiqamətimiz həmin o Xaç tərəf istiqamətindən gəlməli idi. Biz də bu istiqamət tərəfdən getməli idi. Gəldik, onların orada tankları, BTR-ləri yerləşmişdi. Biz də canlı qüvvəyik, tankla da, BTR-lə də, yəni avtomatla biz heç eləməyəcəkdik. Biz dəstək istədik, koordinatı istədilər. Bizdə bir kəşfiyyatçı var idi. Hal-hazırda xidmətdədir, adını çəkməyəcəm. Xəritə ilə həmin yerin koordinatını çıxartdı. Yəni onların arteriyası olan yerin koordinatını çıxartdı, ötürdü arxaya. Arteriyadan bir mərmi atılıb, həmin mərmi də gəldi düşdü düz ora. Çıxartdığı yerə, onların leşləri belə göydə paralandı da, parça-tikə, parça-parça oldular. Başladılar qaçmağa. Qaçdılar, tankı da, biz onda hələ bilmirdik onların orada tankı var idi, daha doğrusu. Biz hücum eləmək istəyirdik ki, ora vurulsun, hücum eləyək. Tank meşənin içində maskalanmışdı. Biz olduğumuz istiqamətə tankla vurdular. Yəni bizim o gördülər istiqamətimizi, tankla vurdular. Tankla vuranda biz o geriyə çəkildik. Yəni məsafə çox idi, yəni avtomatla da, yəni onun canlı qüvvəsinə heç eləmək olmurdu. Yəni dərə idi, belə düşüb qalxmalı idi, o meşəli ərazi idi, bilinmir. Çəkildi arxaya ki, arteriya mərmisini də, arteriya atışı istəyək ki, gəlsinlər, vursunlar oranı. Bizim o digər qrupumuz çatmışdı ora. Arxadan oranı götürdülər, onların hamısını qırdılar. Onlar yenə gəldilər, həmin o Xocavənd yolunun böyrünə, orada 3 dənə təpə var idi, oraya yerləşdilər. Bir də Xocavənd yolunun üstünə yerləşdilər. Onlar yəni Hadrutla barışmaq istəmirdilər. Yəni onlar bildiyimiz kimi yəni çoxdandan orada qalandılar. Yəni bizim o həmişə ürək yumşaqlığımızdan bizim başımıza bir şey gəldi. Biz o vaxt onlara yer ayırmışdıq. Həmin kənd ermənilər qalırdı. Yəni onlarla onu barışmaq istəmirlər. Yəni birinci zərbəmiz, ən böyük zərbə orada oldu ki, onları Hadrut qəsəbəsini götürdük. Həmin yolda bizim digər bir qadamız yolun üzərində hücum eləmişdi. Bizə də tapşırıq gəldi 3 təpəni götürmək. Yəni onlar maskalanmışdılar, orada heç nə yox idi. Biz 3 qrup da hər təpəyə bir qrup hərəkətə başladıq ki, gedək götürək. 3 qrupumuzda hardasa olardı 30 nəfər, 32 nəfər belə adam qalmışdı. O yaralanımız var idi, şəhidlərimiz var idi. Biz birinci qrup olduğumuza görə ən başda biz gedirdik. Mənim badim deyəs ki, belə qabaqdakılardan mənə də yapışdı, belə dartdı, hamımızı sökədi ağaclığa, dedi sakit durun. Dedi, ya nə oldu da, gedirik də. Dedi, ya yuxarıda minamyot var, onların postları yerləşib. Dedi, ya nətər yanı, dedi, ben gördüm. Bəs bəri gün gəldik, belə baxdıq, gördük. Bizdə bir istehkamçı var idi, hal-hazırda xidmətdədir o da. Rabitə onunla idi, dedi ki, bəs dəstək istəyəcəm, raketlə vursunlar həmin istiqaməti. Dedi, onu koordinata çıxardı. Koordinata çıxartdı, ötürdük arxaya radiyandan. Ötürəndən sonra heç 3 dəqiqə çəkmədi belə. Həmin yeri vurdular, idarə olunan raketlə. Həmin yeri vurdular, vurmağına onlar da pərakəndə düşdü, dağıldılar, başladılar qaçmağa. Biz də ondan istifadə edib istiqamətimizi dəyişdik. Elə bir şey, dərəni keçdik dağın dağına ki, bizi görməsinlər. Keçdik, oraya yerləşdik, hamı salamatdır. Başladıq irəliləməyə, həmin yüksəkliyi götürməyə. Çox dik idi, beşimiz də var idi, həm də yorğunçuluq, neçə gündür döyüşdə olmuşuq. Neçə vaxtdır halsızlıq, yorğunçuluq. Ona baxmayaraq o vətən sevgisi deyilən bir şey vardı, ruh var. Hamı bir-birinə baxır, həvəslənib gedir ki, neçə ildir buraları, yəni Azərbaycanın ayağı dəyməyib. Yəni biz burayla yeriyirik, biz gəzirik burayla, özümüzə çox xoş gəlirdi. O hisslər elə bir hissdir ki, təsəvvür eləmək olmur da, yəni o fikirlə bildirmək olmaz. İnsanlar yəni adi hələ indisində kimsə turla Şuşaya gedir, o necə sevinci yaşayır. Bir də var ki, sən bilirsən ki, 30 ildən birinci adamlar sizsiniz ki, biz keçiririk ora, o hiss necə hissdir. Sözüm onunla, biz başladıq ora irəliləməyə, hava qaraldı. Meşəli ərazi ayda çıxmayıb, çox
zülmət qaranlığı idi. Yəni elə bir sıx meşəlik idi ki, hətta elə bir yer oldu ki, biz əl-ələ yapışırdıq ki, itməyək. Yəni səs də çıxartmaq istəmirik ki, bilirik ki, gəlib çatmışıq bunlara. Səs də çıxartmaq istəmirik, birdən bilərlər də, yəni görərlər. Səsə doğru atarlar, yaralımız olar, şəhidimiz olar. Biz də tam yaxınlaşmaq istəyirik. Bizdən bir qrup ayrıldı, sağ istiqamətə onlara verilən qaya ev ki, bizdən biraz aralı idi. Bir 150 metr bizdən aralı idi. Onlar getdilər ora, rahat edilər ki, biz yerləşmişik, yerimizdəyik. Biz öz istiqamətimizə düz gəlmişdik, bizim qrupumuz düz ortaya düşürdü, biz o istiqamətdə idi. Sentyabr arasında şəhid olan rəhmətli Səmadov Elnur. Onlar sola yanaşdılar, öz dişi yüksəkliyi götürdük. Biz dedik ki, yəqin bunlar qaçıblar. Amma dişə qalxandan sonra gördük ki, qarşımızda yol var, yolda hərəkət var. Yəni işıq fanarla gəzirlər. Biz dedik gözləyək, səhər sübh tezləndən, hava işıqlananda biz onlara hücum eləyək. Səhər açıldı, gördük başımızın üstündə dron var. Balaca dronlar var, 4 pərli, ondan var. Biz dedik yəqin bizimkilərdir, arxadan da yəni eləyirlər. Amma yenə ona baxmayaraq biz maskalandıq, gizləndik. Ondan da qabaq maskalanmışıq, ağac yarpaqları da daha gizlənmişdi. Heç drone çəkdi, keçdi o bir tərəfə. Üstündən 15 il keçmişdi. Gördük bizdə o dediyimiz sol tərəfdə olan qrupla atışma başladı. Atışma başlayanda dedik yəqin bizimkilər gediblər hücum eləməyə. Bunlar drone onlardan bir nəfəri görüb həmin istiqamətə başlayıb hücum eləməyə. Bir nəfərin üzərinə onlar deyərdim ki 100-120 nəfər adam yəni gətirdilər. Yəni bizdə orada bir nəfər görüntü vermişdi. 120 nəfər yəni üzərinə gəlirdi. Onlar da bizi formadan tanıyırdılar. O dərəcə qorxurdular. Biz də həmin dəqiqə, həmin vaxt düşdük yola. Bizim qrupumuz. Yəni bilirik ki, orada bizim qrupda onlar da az idilər. Onlar harası 7-8 nəfər onlar idi, 9 nəfər də biz idik. Ümumilikdə 16-15 nəfər idi belə. Tam yadımda deyil, amma bilirəm ki, 15-dən yuxarı deyildi. Gəldik, başladıq irəliləməyə. Həmin bizdə qarşıda gedən biri rəhmətli Əhədzadə Xəyal idi. Bir də adını çəkməyəcəm, xidmətdə də hal-hazırda o idi. Ermənilərin öz silahı ilə, özlərindən götürdüyü silahla ermənini vurdu. Vurdu, onlar düz boğazına nəymişdi, başladı can verməyə. Xırılıb, biri öldü, biri qaldı yanında, xırılıydı. Bundan da RPG 7-si, min atanlar, hamısı üzərlərində idi. Biz onların xəttinə çatanda yuxarıdakı qrupa məlumat verdik ki, biz artıq sizin xəttəyi aşağını təmizləmişik, bizik. Yəni atış eləməyin. Onlar da gəlirlər, qoşurlar bizə. Biz 15 nəfər elə bir atış gücü yaratdıq ki orada. Yəni dayanmadan olmasaydı 15 dəqiqə dayanmadan yol üzərində 2 kolonda hərəkət elədik, dayanmadan atış elədik. Onlar elə bildi ki, biz 200-dən çoxuq. Amma 15 nəfər idi. Onların da sayından məlumatımız yoxdur bizim. Yəni neçə nəfərlər, yəni məlumatımız yoxdur. Yəni hərəkətdir. Ermənilərdə biz də üzərlərinə hücum edirik. Deyərdim ki, həmin yol boyu onların meyitləri idi, leşləri idi. Gəldi, məndə RPG 6 var idi, qumbar atan. 4 yol deyilən bir yer var idi orada. Onlar toplaşmışdı oradaydı, maşınlar, zatlar qaçırdılar. 6-sını da bıraxdım həmin onların düz üzərinə, 4 yola. Yəni, orada səngərdə də gizlənən var idi. Həmin vaxtı rəhmətli Əhədzadə Xəyal böğrümdə qoydu çiyninə RPG-ni, öz ermənidən götürülən silahı da. 2 dəfə mərmi bıraxdı həmin istiqamətə, maşın var idi orada, maşını vurmağa, ağaca dəydi. Meşəli ərazi ilə ağaca dəydi, partladı, maşına dəysəydi, çox onlar leş verəcəkdilər. Bunlar maşından qaçanda bizə daxili qoşundan bir nəfər var idi, Pekaşnik. Bu da böğrümdə dayanıb, Pekanı belə əlində tutub da, yəni tutub dayanıb, elə bayılı uşaq idi. Mən də avtomatla baxdım, gördüm bir hərəkət var. Dedim, hərəkət var, yəni səbirli olun, vurum onu.
Elə bu demişdim, bölünüşü qayıtdı, belə hanı, Həmzə hanı? Dedim, ayda orada, dedi, gözlə, elə Pekan əlində belə yüzü sürün, promo buraxdı üstlərinə. Nə dedim, ay yekə oğlansın, qovurum da, belənsin söhbət elədi. Hə, dedi, bu da vırdım da, mən vırdım, gedə irəliyəm. Gəldi, gördü, ya, təmiz meyitləri orada, yeməkləri orada, suları orada, səngərin içində qalan. Bunun vırdığı da, elə vuran kimi də qalıb yerində. 2 dənəsi başından tutmuşdu. Qalıb orada. Onların minamyotları vardı. Minamyotlar üzləri bizim istiqamətdə idi. Çördük belənsə sahibçi elə onlar tərəfə mərmilər qoyduq böyümüzü. Başladıq bunlar tərəfə atmağa. Atdıq. Bizdə bir zabit var idi. Götürdü onu kürəyinə belə. Başladı ki, bizə lazım olacaq. Gedədi, bu yandan da atarıq. Gəldi, qoydu onu, başladı oradan atmağa. Yəni, tez bir zamanda oranı şeylədi, təmizlədi. Təmizləyəndən sonra onların rabitəsi düşdü əlimizə. Gördüm, erməni səsi gəlir. Belə baxdım, gördüm, erməni rasiyası qalıb. Və öz kanallarında danışırlar erməni dilində. Bizdə də bildiyimiz ki, erməni dil kursunda gedənlər olub. Götürdük. Biz başa düşdük ki, ondan dedilər ki, Yaşman Oləli gəlib, buradadır. 200-dən yuxarı şəxsiyyəti var, belə elə. Əhədzadə Xəyal başladı bunların üstündə söyməyə. Hər tərəfli söydü, elədi. Dedi, 9 varsa gəlin, Yaşmadır. Gəldi, biz qayıtdıq həmin yüksəkliyə, bizə verilən yüksəklik yoxdur. Gəldik, ora gələndə bunların yatacaq yerlərini gördük. Öz çıxdığımız yeri də, bu gecə vaxtı dedim. And ol Allaha, mən deyərəm ki, 15 metr məsafə var idi. Onların düz yanından belə qalxıb keçmişik. Onlar bizim səsimizi eşitməyiblər. O kol-kosla yedməyib. Bilmirəm, bəlkə də eşidiblər, qorxularından səslərini çıxarmayıblar. 15 metr məsafəsindən biz gecə vaxtı onların yanından keçmişik. Biz qayıtdıq həmin yerimizə. Həmin yerimizə qayıdandan sonra başladılar artilleriya atışı eləməyə. Düz artilleriya mərmisi biz olduğumuz dikin üstündən keçirdi. Yəni ağacın budaqlarına dəyib gedirdi. Bu yandan bizimkilər atırdı, onlar istiqamətinə. Bir yanında bunlar atırdı. O bəyaqlarım dediyim qrup var ki, o xaçı istiqamətini. Onlar görüblər ki, bizim üzərimizə, yəni biz onları öldürdük, qalanı qaçmışlar. Həmin istiqamətə təzə onlar bir qayda ilə gəlirlər üzərimizə. 5 qatda daha da çox adam yığılıb gəlirlər üzərimizə. Maşınlar, BMP-lər, zatlar beləncinə. Onlar koordinatı veriblər ki, biz bilirlər də biz orada yox. Onlar da arxa koordinatı verirlər artilleriya ki, bəs ora həmin koordinatı vurun. Düz 2 saat deyərdim ki, bəlkə də çox olardı. Biz həmin artilleriya atışının altında qaldıq biz. O yüksəklikdə qaldıq. Bir də başımızı qaldıranda baxdıq ki, ağaclar keçallaşıb. Yəni budaqlar yoxdur da, həqiqətən mərmilər qırıb tökülürdü üstümüzə. Biz orada qaldıq elə hamımız. Artilleriya atışı deyəndən sonra durduq belə baxdıq, gördük qabaq təmiz o, nətədim, bizimkilər oranı cəhənnəmə döndəriblər də onlar üçün. Maşınları orada vurulub, tank orada vurulub da, hər yerdə də adamları var da, yəni meyitlər, 5-ənci təmiz meyit. Beləncinə, dedi, deməli, buna görə vururlarmış. Biz ona kimi başımızı qaldıra bilmirdik. Mərmilər dayanmadan, deyərdim ki, 2 saat yarım belə mərmilər dayanmadan başımızın üstünə getdi. Həmin o Xocavənd yolunda da çox ağır döyüş oldu. 3 gün bizim digər bir qadamız var idi. 3 gün o yolun üzərində dəhşət dərəcədə atışma. Yəni biz onların səsini eşidirdik də. Rasiyada da eşidirdik. Yaralımız var, şəhidimiz oldu. Belə deyirlər, biz pis olurduq. Bizimlə o arada dərə var belə. Keçə də bilmirdik. 2-3 gündən sonra bizimkilər onları hamısını öldürdülər. Həmin yeri, mövqeyi götürdülər. Həmin yüksəkliyi aldılar. Bizi yenə çağırırlar geriyə. Biz orada milli ordular hamısını yerləşdirdik. Mən deyərdim ki, artıq bizə öz silahlarımıza ehtiyac olmazdı. Yəni, əli yalın bir insan gələrdi, biz ona lazımı qədər mərmi də verəcəkdik, sursat da verəcəkdik, minamyot silah verəcəkdik, ermənilərin öz silahlarını özlərini atacaqlar. Yəni, biz o qədər onların silah-sursat götürmüşdük ki, hər posta onların öz silahlarını hazır boyavol vəziyyətdə qoyurduq, mövqelərə qoyurduq. Harada nə lazım oldu, götür oradan atıb birbaşa. Bizi dəyişən əsgərlərə gələndə hamısına yerlərini deyirdik ki, bəs narahat olmayın, hamısı hazır zaraşit olmuş boyavoy vəziyyətdədir. Yəni oradan ata bilərsiniz.
Çox sağ olun, çox sağ olun. Deyirdi ki, və filan yerdə də yəni birdən su zadda ehtiyatımız azalar eləyər. Burada da sular da qoymuşuq. Çox sağ olun, deyir, ayrılırdıq. Biz gəldi 2 gün hardasa Cəbrayılın hərbi hissəsində yenə bərpa olunma oldu. Bizi artıq daxili qoşundan ayırdılar. Hətta bizim öz briqadamızdan ayırdılar bizim taboru. Naxçıvan xüsusiyyətləri gəlmişdir. Onlara biz kömək kimi bizi ayırdılar o istiqamətə. Biz kömək onlara getdik. Tehran Mənsubovgilin dəstəsinə. Onlara qoşulduq. Biz Füzuli Yağlıbənd istiqamətindən hərəkətə başladıq ki, gedək Xocavənd yolunu tutaq, oradan da Şuşaya hərəkət eləyək. Səhər radələrdə Yağlıbənd istiqamətinə hərəkət eləyəndə saat olardı 8-9 belə, biz oralara çatmışdıq, çayı keçdik. Keçdikdən sonra biz puskuya düşdük. Necə puskuya? Orada kariyer deyilən bir yer vardı. Yağlıbənd istiqamətində. Onların orada mövqeləri vardı. Bizim onların məsafəsi çox uzaq idi. 800 metrə belə olardı. Bunlar birinci başladılar minamyotdan atəş atmağa. Biz irəlilədik, xeyli qabağa irəliləmişdik. Başladılar minamyotdan atəş eləməyə, çəkildik. Orada bir dərə var idi. Belə yüksəklik idi, arası boş idi. Biz gəldik oraya yerləşdik. Naxçıvan heyətdə bizimlə idi. Onlar başladılar həm avtomatdan, həm pulemyotdan, həm minamyotdan başladılar atəş eləməyə. Biz orada durub planlaşdıranda minamyot mərmisinin biri gəldi, düşdü düz yanımıza. Düz böyrümüzə düşdü, partlamadı. Əkin sahəsi torpaq yumuşaq idi. Girdi, qaldı belə yerdə. Dedi, dəqiq yerimizi bilirlər, görüblər bunlar bizi. Bəs çəkilməliyik arxaya. Biz əkin sahəsində də o qədər yüklə qaçmaq, yəni o qədər şeydir də, rahatçılıqdır. Biz başladıq qaçmağa, bunların atışı daha da gücləndi. Geriyə çəkildik ki, orada geridə bizim mövqeyimiz var idi. Keçək ora, orada rahatlaşaq. Müəyyən bir yerdən onlara cavab verək. Bizdən bir mənim badim, bir nəfər də steykamçı, 2 nəfər öndə qaçdılar, ən birinci. Onlar qaçdılar, mövqeylənlər, başladılar, onlar ateşə tutmağa oranı. Həmin istiqamətə ateşə tutmağa. Bizdə elə bir vəziyyət oldu ki, ancaq minamyot partlaydı qabağımızda. Güllə də yağış necə yağır, elənsə tökülür qabağımıza. Yəni, qurban Allah Teala bizi saxladı, orada yəni anaların duası, o nətərdir, hamı biz üçün dualar edirdilər. O bizi saxladı. Yəni, o qədər güllədən 15 nəfərdən 1 nəfərə güllə yarası dəymişdi. O da yara, yüngül, o da deyəcəm. Bizdə bir nəfər rabitəçimiz var idi, ondan arxada mən gəlirdim. Yəni, elə bir yorğunçuluq idi ki, yəni bilirsən ki, qalsın öləsən, güllə dəyib sənə öləcək. Qaçson, xilas olasan, qaçı da bilmirsən, yəni bədəndə o taqət qalmayıb. Yəni, belə gəzə-gəzə, bir ayaq, güllə o qədər yağırdı ki, kaskanı belə götürüb bölümümüzə qoymuşduq ki, güllə dəyər, sifətimizə də heç olmasa dəyməsin, kaskeza da dəyəsin. Sifətimiz tanınmış vəziyyətdə olsun. Yəni, şəhid də olsa, bilinsin ki, filan kəsdir. Yəni, biz talihimizlə, ölümümüzlə barışdıq orada. Ki, 50 metrə yolu getsən, xilas olacam, amma gedə bilmirsən, qaça bilmirsən. Biz də o rabitəsi ilə mən keçdik arxaya, minamyot partladı. Gizlənməyə yer də yoxdur, düzənlik sahə idi. Minamyot partlamışdı arxada, qayıtdıq biz həmin arxaya, uzandıq həmin partlayış yerinə. Yəni, bir dənə başımız qalmışdı, biz də ayağımızda, belənsə bir aypara kimi uzanmışıq orada. Başladıq biz atış eləməyə, yəni 2 nəfərimiz oradan atış eləyir. Biz də dedik, heç olmasa buradan atış eləyək ki, ortada qalanlarımız çıxsın. Nə qədər adam çox çıxsa, o qədər bizə xeyirdir. Yəni, 2 nəfərdən heç olmaz, eybi yox, biz qalmışıq. Atış vaxtı mənim avtomatım tutuldu. Xeyləm atış elədim, tutuldu avtomatım. Götürdüm, darağı qoydum, bizdə daraq qablar vardı. Digərini çıxartdım, taxdım. Zarat eləyib yenə başladıq atmağa, amma darağı çıxardım, istədim ki, daraq ağırdır. Yəni, mərmi var bunun içində. Bu niyə ilişər? Orada da həmin vəziyyət o dördür də, yəni ancaq bizə atış lazım. Bizdə tüstü şaşkası deyirlər, o tüstü pərdəsi yaradılmağı da onlardan var idi.
atış eləyib, tüstü pərdələri yaratdıq. Gördük ki, qrupumuz çıxıb. Başladıq ən axırda biz ikimiz irəliləməyə, onların köməklə hamımız gəldik. Bir nəfərimiz, o dedim, yaralı var. Barmağı buradan üzüldü. Yəni dərin üzərində qalmışdı. Belə avtomat əlində belə güllə dəymişdi, onu üzmüşdü, dərinin üzərində qalmışdı. Mən də qrupun sanitarı idim. Bunları sarğısın qoyanda mənə dedi ki, bəs barmağımı kəs. Şey eləmə. Dedim, sənə etibar var, səhərsin gəl mənə deyəsən ki, həkim dedi ki, bəs barmağımı bağlayardım da yerinə. Yəni, mənə barmağım düz olacaq, sən kəsmirsən mənə barmağımı. Dedim, gəlin sən əlini utar da. Bəs kəsmirəm, olduğu kimi qoyuram. Qoydum, sarğısını qoydum. Geriyə çəkində yenə minamyot atışı gəldi bizə. Geriyə çəkində həmin yerimizi bilirdilər. Mən Badimlə bir yerdə idim. Badimlə mən yaralandım. Minamyot bizim yanımıza düşdü, valnasına düşdü. Uşaqlar bizi köməkli elədilər, çıxartdılar. Gəlib özümüzə, biraz özümüzə gəlmişdi. Gördüm, bu yaralanan adam mənə yenə deyir ki, həmzə bəs ayağım ağrıyır da. Dedim, sən Allah, mən öz hayımda döyürəm. Yəqin daşı zada dəyib eləyib, ağrıyır da, yəni boş ver. Keçib gedər. Gəlsinlər, bizi aparsınlar da, mənim də o halım yoxdur həqiqətən də. Yəni yaralanmışıq. 3 nəfər yaralı verdik orada. Mən özüm də orada yaralandım. Yəni axırıncı minamyot mərmisi bizi yaraladı. Badimlə məni bir yerdə. Biz badi olaraq bir yerdə hərəkət edirik deyənə, o mərmimlə düşəndə biz bir yerdəydik. Yəni orada yaralanmışdıq. Dedi, yox da bax da, bəs ağrı kəsiciyə zada ehtiyac varsa vur elə. Dedim, sən barmağın şokundasan da, yəni ola bilərdi, belə insansan. Dedi, yox, nə danışsan, bu barmaq boş şeydir, əsas mən ayağım ağrıyır. Bu mənə belə deyir, mən də deyirəm, bunu zarafata sağlam deyirəm. Deyirəm, mən yaxşı aç baxaq. Açdım, baxdım, 7-62 mərmi buradan girib bu yandan çıxıb. O insan elə də gəzirmiş. Dedim, mən yaxşı, belə baxdım, gürdüm, dedi, görürsən, sənə deyirəm, ağrıyır. Dedim, mən yaxşı. Yarasını təmizlədik, elədik, sarğısını qoyduq. Gəldilər bizi təxliyə eləməyə. Biz 3 nəfər təxliyə olduq, gəldik arxaya. Oktyabr ayının 24-də olardı. Bu barmağı üzlən bizdən ayırdılar. Yəni, barmaq amputasiya olunmalı idi. Barmağın amputasiya elədi, hal-hazırda xidmətdədir. Düz qrupda deyil, amma xidmətdədir. Amputasiya elədilər barmağını, bunu yolladılar mərkəzi hospitala. Biz də gəldik, Badimdən bizi Əhməd Bəlli hospitalına yerləşdirdilər, bizi orada yerləşdirdilər. Orada bir həftə müalicə aldıq. Elə ürəyimiz yoldaşlarımızın yanındaydı. Yəni biz orada çox adam deyir çəkiliş saat, biz də orada nə üçün çəkiliş olmuyor? Biz özümüzdən telefon götürməmişdik. Bir dənə sadə telefonumuz var idi, Onu da qrup hamısı istifadə edirdi. Yəni, müəyyən bir vaxt oldu, şərait yarandı. Atışma gedir, mən nətər zəng edirdim ki, salamatçılıqdır, burada atışma gedir. Yəni, o atışma dayanırdı, səngirdi, axşam tərəfi olurdu, götürüb zəng edirdi ki, salamatçılıqdır, narahat olmayın. Deyirdim ki, təlimdəyəm. Deyirlər, nətər yəni təlimdə? Bu televizor hamısı deyir ki, müharibədir, torpaqlarımız işğaldan azad olunur. Dedim, yox da bizi olsun yetişdirməyiblər də. Yəni, biz başqa tapşırıqlarımız var, biz onu gözləyirik. Biz arxada yox, bəs narahat olmuyor. Yəni, ürək-dirək verirdim, alladırdım da. Adam deyə bilmir, axı, mən hələ müharibədəyəm mən də. Elənsə inandırırdım o evdəkiləri. Gəldik, hospitalda bir həftə müalicə alandan sonra bizi yolladılar, yəni mərkəzi hərbi hospitala. Ora gəldik, 15 gün məzuniyyət verirlər. 15 gün məzuniyyət verirlər. Gəldim evə, evdəkilərlə görüşdük, təzədən təkrar müayinəyə gəldik də, yenə 15 gün məzuniyyət verirlər mənə. Dilər, hələ tam düzəlməmişsən, yəni 15 gün məzuniyyətə get. Mən 15 gün məzuniyyəti götürdüm, amma burada qalmadım da, getdim uşaqların yanına. Artıq onda müharibə bitmişdi. Noyabr ayının 12-si idi, neçəsi idi belənsinə, 13-sü idi. Mən artıq qayıtmışdım, oradaydım, Tuğ kəndində yerləşmişdik biz öcə, Şuşa azadı təhvil vermişdik, qayıtmışdıq. İnsanlarla, yəni yoldaşlarımızla hamısının indi orada düzdür, mənim bir fəaliyyətim olmadı, yəni orada öz yoldaşlarımız, salamat qalan yoldaşlarım hamısı əziyyət çəkirdi. Mənim orada
Yəni onun üçün getmişdim ki, yüngül bir şey olsa, nə etsinsə, nəsə köməkli olsa, yəni bir köməyim dəysin, o məqsədlə, niyyətlə getmişdim. Nəinki mənə, yəni bu yaralananlar özləri normal hiss eləyəndə hamısı qayıtmışdı. Bildiyimiz kimi də bu üç tərəfli bəyannamə imzalanmışdı. Şərəfsizlər o bəyannaməyə riayət eləmirdilər. Hansı ki, o ərazinin boşalınması olmalıdır. O tam şəkildə onlar bizim torpaqlardan çıxmalı idilər. Ona riayət eləmirdilər. Yenə bizə komanda gəldi. O ailə baş komandan demişəm. Yəni dəmir yumruğu yenə göstərməli olacaqdıq onlara. Yəni göstərdik də yenə. Biz Tuğa getdik, Xocavənd rayonu Tuğ kəndinə. Oradan Laçın istiqamətinə olan ərazilər var idi. Yəni Laçından sərhəd olan kəndlərinə kimi olan ərazi var idi. Orada ermənilər hələ də qalmışdı. Tam təmizlənməmişdilər. Yəni onlar elə bildi ki, müharibə bitdi. Biz yenə qalacağıq burada. Biz Tuğ istiqamətindən başladıq Laçın istiqamətinə hərəkətə piyada. Soyuq aydı, qəşənglə qar yağmışdı, çox güclü qar yağmıyor. Bir yarım metrə kimi qar var idi yollarda. Biz piyada hərəkət elədik. Hərəkət etdikdə bir gün sonra bizə məlumat gəldi ki, bizi öz dronla, 24 saat dronla izləyirdilər, öz dronumuz. Yəni ətrafımıza baxırdılar. Bizə dedilər ki, yəni qarşıda ermənilər var, yəni filan yüksəklikdə. Bəs onları oradan çıxarmaq lazımdır. Say olaraq 7-8 nəfər olar.